Bir hədisdə var ki, yaxşılığı kimlərə eləməlidir? Biz bayaqda rəhmət Peyğəmbəri buyurur ki, çalış bütün insanlara yaxşılıq elə, aləmlərə rəhmət göndərə baxa. Həzrət yaxşı və pis bütün insanlar üçün mərhəmət qaynağıdır. Ona görə buyurur ki, pis yaxşı bütün insanlar. Amma yaxşılığın ən gözəl meyarı nədən ibarətdir? Ən gözəl yaxşılıq, ehsan, xeyirxahlıq nədən ibarətdir? Yəni yaxşılıqları, yaxşı insanlara edilməsi. Pisə də yaxşılıq edirsən, yaxşılara da yaxşılıq edirsən. Amma yaxşılara etdiyin yaxşılıq daha üstündür, daha fəzilətlidir. İmam Sadiq əleyhissalamdan sual verirlər, soruşurlar ki, Yebnə Rəsulillah, Allah dərgahında qəbul olmağın əlaməti nədən ibarətdir? Nə bilək ki, Allahın dərgahında qəbul olmuşuq. Həzrət buyurur, bəndənin Allah dərgahında qəbul olmasının nişanəsi budur ki, ehsanı və köməyi yerinə düşən olsun. Yəni, yaxşılıq da eləyəndə bil kimə eləyirsən, nə üçün eləyirsən, nə qədər lazımdır, nə qədər ehtiyacı var. Onun ehtiyacını ödəyə bilir, bilmirsən etdiyin yaxşılıq. Deyir, belə olmasa, onun yaxşılığı, Həzrət buyurur ki, Allah dərgahında qəbul olması da sual altına düşür. Yəni, yaxşılığı yerində və zamanında elə. Və əziz Peyğəmbərimiz, yaxşılığı, bəzən görsən, adi işlərdə yaxşılığa xor baxan insanlar haqqında buyurur ki, yəni heç bir xırda iş nəzərdən qaçmır Allah dərgahında. Buyurur, hər kim insanı çöldə əlindən tutub 40 addım yol aparsa, ehtiyacı var, görsən, gedə bilmir o yolu, sən kömək edirsən, 40 addım atırsan. Əgər buyurur, bütün yer üzü qızılla dolsa belə, buyurur və həmin o qızıllar ona verilsə, o insana verilsə, hansı insana? 40 addım birinə kömək edib. O insana verilsə, deyir, bu işinin mükafatının bir iynə ucu qədərini də verməz. Yəni, təsəvvürlə birinə yaxşılıq edirsən, kənardan adi bir iş görünür də, əlindən tutmuşsan, bir 40 addım gedmişsən, deyir, bunun mükafatı bilirsiniz nədir? Bütün dünyanı qızılla doldurub həmin şəxsə versələr, o elədiyi 40 addımlıq yaxşılığın veriləcək mükafatın iynənin ucundakı qədər miqdarında da iynənin ucu qədərini belə verməz. Görün, nə qədər fərq var. Bir dünya dolu qızıl, 40 addım birinə kömək eləmək. 40 addım kömək eləməyin mükafatının yanında iynə uca qədər sayılmır o maddiyyat. Və buyurur ki, onu yolda gözləyən təhlükədən uzaqlaşdırsa, bir insanın qarşısında görsən ki, yolda təhlükə gözləyir, həmin insanı təhlükədən uzaqlaşdırsa, qiyamət günündə bu yaxşılıqların tərəzisində onun bu işi ki, təhlükədən uzaqlaşdırıb insanı, dostun, qardaşın, yaxud başqa bir insanı, Həzrət buyurur, bu iş yaxşılıqlar tərəzisində qiyamət günü dünyada 100.000 qədər ağır gələr. 100.000 qat ağır gələcək bu əməlin mükafatı. Birini təhlükədən uzaqlar, qorumusan, hansısa bir xətaya, bəlaya düşsən olacaqsın. Ondan qorumusan, Əziz Peyğəmbər qiyamət günü bunun ağırlığı necə olacaq? Dünyanın ağırlığı nə qədərdir? Dünyanın ağırlığından 100.000 qat ağır gələcək. Və nəhayət Peyğəmbərimiz Salvatullah buyurur ki, ən sadə bir iş. Deyir, bir bəndə müsəlmanların yolundan bir tikan budağını götürərsə, cənnət ona vacib olar. Görün, adi bir iş. Bir dənə tikan götürürsən yoldan bir maniyəni, cənnəti qazanırsan və cənnət sənə vacib olur. Bəlkə də bizə adi sıravi gələr ki, bu necə ola bilər? Bir tikan götürməni insan, cənnət ona vacib olsun. Bu bilirsin nəyə görədir? Bu, sənin içindəki insanlıq duyğusundan irəli gəlir. Yəni, sən insanlara qarşı çox qayğı keçsən, xeyirxahsan, sən insanları çox istəyirsən. Kim ki, Allahın bəndələrini çox istəmir ki, o tikan, bircə tikan belə onların ayaqlarına batsın, onların canına və malına ziyan vursun. Onu ki, istəmir, o qəlbindəki insan duyğusundan, sevgisindən irəli Allah Teala ona cənnəti vacib edir. Əziz Peyğəmbərimizdən digər bir hədisi də deyim, sözümü tamamlayayım. Həzrət buyurur, kimsə yol kənarında yoldan keçənlər üçün daldalanacaq düzəldərsə və Allah qiyamət günündə onu üzü cənnət əhlindən nur saçan şəkildə və mirvaridən olan əsil dəvəyə minmiş halda məşəlmək çox böyük hörmətlə nurani şəkildə gətirər.
Başqa bir hədisində buyurur ki, hər kim selin və yanğının müsəlmanlara zərərin qarşısını alarsa, Allah ona cənnəti vacib edir. Yəni, istər kiçik iş olsun, istər böyük işlər olsun, o sənin gördüyün iş müsəlmanlara, möminlərə, insanlara, Allahın yaratdıqlarına məhəbbətdən qidalanırsa, artıq sən cənnət əhlisən, cənnət sənə vacib olub. Allahın verir İzzət Cəlalı xatirinə bizi də qayğı göstərmək nəticəsində Allahın rızətindən cənnətə daxil olan bəndələrindən qərar versin. Xeyirxahlıq göstərməklə insanlara xeyri dəyən bəndələrindən eləsin. Müəlman dünya axirət Allahın Peyğəmbər Əhl-i Beyt əleyhissalamın diqqətini özünə cəlb eləyənlərdən eləsin.